Hamıya salam. Gəlin bugün biraz fərqli bir mövzuya baş vuraq. Çox vaxt heç fikir vermədiyimiz, amma əslində bitkinin, belə deyək, gizli qəhrəmanı olan gövdədən danışacağıq. Bu, həqiqətən də heyrətamiz bir mühəndislik möcüzəsidir. Amma başlamazdan əvvəl sizə bir sualım var. Kartof əslində nədir? Yəni o kökdür, normal tərəvəzdir, yoxsa bəlkə də heç ağlınıza gəlməyən bir şeydir? İnanın mənə, bu izahdan sonra mətbəxinizdəki ərzaqlara tamamilə yeni bir gözlə baxacaqsınız. Yaxşı, başlayaq birinci hissədən. Bitkinin onurğası. Gövdəyə sadəcə bitkiləri bir-birinə bağlayan bir saplaq kimi baxmaq əslində ona böyük haqsızlıqdır. O, bitkinin hər şeyidir. Onun dayağı, komanda mərkəzidir. Baxın, onun 3 əsas işi var. Birincisi, təbii ki, dayaq olmaq. Yarpaqları günəşə tərəf qaldırır ki, qidalana bilsin. İkincisi, o bir növ əlaqələndiricidir. Kökləri, yarpaqları, çiçəkləri hamısını bir-birinə bağlayır. Və üçüncüsü, bəlkə də ən vacibi, o bitkinin həyat damarıdır. Su, minerallar, qida, hər şey onun vasitəsilə daşınır. Yaxşı, bəs bu nəqliyyat sistemi necə işləyir? Bu, necə mümkündür ki, su torpağın dərinliyindən qalxıb ən hündür yarpağa çatsın? Gəlin, bitkinin daxilindəki o möhtəşəm supermagistrala bir nəzər salaq. Təsəvvür edin, gövdənin içində iki tərəfli, heç vaxt tıxac olmayan bir magistral yol var. Bu yolun bir zolağı ksilemadır. Bu zolaqla yalnız yuxarı hərəkət var. Köklərdən aldığı suyu və mineralları yarpaqlara daşıyır. Digər zolaq isə floemadır. Bu da bir tərəflidir, amma aşağıya doğru işləyir. Yarpaqlarda hazırlanan o şəkəri, yəni enerjini bitkinin qalan hissələrinə paylayır. Möhtəşəm deyilmi? İki fərqli yük, iki fərqli istiqamət, amma hər şey saat kimi işləyir. Bəs bu magistral yolu kim tikir? Kim genişləndirir? Bax, burada səhnəyə Kambi çıxır. Kambi, gövdənin, belə deyək, daima işləyən inşaat briqadasıdır. Bu nazik hüceyrə təbəqəsi hər il yeni yollar, yəni yeni ksilema və floema yaradır. Məhz buna görə də ağaclar hər il biraz daha yoğunlaşır, öz infrastrukturunu davamlı olaraq yeniləyir. Və bu inşaat fəaliyyətinin bir nəticəsi var ki, hamımız onu bilirik. İllik halqalar. Hər il cəmi bir halqa. Bu halqalara baxmaq əslində ağacın gündəliyini oxumaq kimidir. Onun neçə yaşı olduğunu, hansı il çox su içib, hansı il quraqlıq çəkdiyini, bütün həyat hekayəsini danışır. Və bilirdinizmi, bu möhtəşəm kəşfi ilk dəfə edən Leonardo da Vinci olub. İndi isə keçək başqa bir vacib məsələyə. Bitkilər arasında amansız bir rəqabət gedir. Günəş işığı uğrunda yarış. Bəs gövdə bu yarışda öz bitkisini necə çempion edir? Hə, heç də bütün gövdələr bir ağac kimi qürurla dik durmur. Hər kəsin öz strategiyası var. Bəziləri, məsələn, çiyələk, heç riskə getmir, torpaq boyunca sürünərək yayılır. Lobiya kimi bitkilər daha ağıllı davranır. Başqa birinin dəstəyinə sarmaşaraq yuxarı qalxır. Üzüm isə xüsusi bığcıqları ilə bir alpinist kimi dırmaşır. Məqsəd eynidir. Nəyin bahasına olursa olsun günəşə çatmaq. Gövdə təkcə dayaq və boru deyil, əslində o bir İsveçrə bıçağı kimidir. Yəni, çox funksional bir alətdir. Qarşısına çıxan problemə görə formasını dəyişib yeni bir alətə çevrilə bilir. Gəlin bir neçəsinə baxaq. Məsələn, bir bitki özünü ac heyvanlardan necə qorusun? Qaça bilmir, gizlənə bilmir, bəs nə etməlidir? Cavab özünü silahlandırmalıdır, tikanlarla. Amma baxın, bu tikanlar elə-belə deyil. Onlar əslində formasını dəyişmiş, müdafiə üçün ixtisaslaşmış budaqlardır. Yəni, gövdə özünün bir hissəsini iti bir zirəhə çevirir. Dəhşət ağıllı bir həll yoludur. Yaxşı, başqa bir problem. Deyək ki, quraqlıqdır, su yoxdur. Gövdə bu vəziyyətdən nə edə bilər? Əlbəttə ki, suyu depolamalıdır. Kaktusları düşünün. Onların o qalın, ətli gövdələri əslində canlı bir su anbarıdır. Yağış yağan kimi suyu özlərinə çəkib, quraq günlər üçün saxlayırlar. Gövdə burada bir növ su çəninə çevrilib. Amma bəlkə də gövdənin ən maraqlı formaları gözümüzdən uzaqda, torpağın altında gizlənir. Bir söz var, deyir ki, yediyimiz ən vacib qidaların bəziləri əslində gizli yeraltı gövdələrdir. Gəlin biraz da süfrəmizə qədər gəlib çıxan bu gizli qəhrəmanlardan danışaq. Torpağın altında, deməli, 3 fərqli anbar mütəxəssisi var.
Biri kökümsovlardır, süsən kimi üfüqi şəkildə böyüyür, sonra bizim kartof kimi gövdə yumruları var. Bunlar nişasta ilə dolu enerji bombalarıdır. Və bir də soğan və ya dağ laləsi kimi soğanallar var. Bunların hamısının ortaq bir məqsədi var. Bitkinin qışı və ya çətin şərtləri adlaması üçün enerji saxlamaq. Əslində bitkinin kileridir. Və beləliklə, lap başda verdiyimiz sualın cavabına gəlib çıxdıq. Kartof nədir? Artıq dəqiq bilirik. Kartof kök deyil, o içi enerji dolu bir yeraltı gövdədir. Və o üstündəki gözlər vara, onlar əslində yatmış tumurcuqlardır. Hər biri yeni bir kartof bitkisinə başlanğıc verməyə hazırdır. Sir açıldı. Və nəhayət gəldik gövdənin ən inanılmaz, ən, belə deyək, sehirli gücünə, onun əbədi həyat sirrinə, yəni özünün eynisini, klonunu yaratmaq qabiliyyətinə. Bunun elmi adı vegetativ çoxalmadır. Amma sadə dildə desək, bitkinin toxuma ehtiyacı olmadan özünü kopyalamasıdır. Yəni, ana bitkinin balaca bir gövdə parçasını götürürsən və o, genetik olaraq tamamilə eyni olan yeni, tam bir bitkiyə çevrilir. Proses də inanılmaz dərəcədə sadədir. Məsələn, bir qızıl gül kolundan sağlam bir budaq, yəni çilik, kəsirsiniz. Onu ya suya, ya da torpağa qoyursunuz. Bir müddət sonra o balaca budaq parçası öz-özünə yeni köklər çıxarmağa başlayır və səlam! Artıq sizin əlinizdə tamamilə yeni, müstəqil bir bitki var. Düşünün, bir kiçik gövdə parçasının içində bütün bir bitkinin genetik planı saxlanılır. Bu, möcüzə deyil, bəs nədir? Beləliklə, bütün bunlardan sonra deyə bilərik ki, gövdə, o heç də bitkinin sıradan bir hissəsi deyil, o əslində miniatür bir bitkinin özüdür. O həm onurğadır, həm boru kəməridir, həm silahdır, həm su anbarıdır, həm də yeni həyatın mənbəyidir. Bugün biz gövdənin bəzi sirlərini açdıq. Bəs görəsən, hər gün yanından keçdiyimiz, baxdığımız o bitkilər daha hansı möcüzələri, hansı sirləri gizlədir? Növbəti dəfə bir ağaca, bir çiçəyə ya da mətbəxdəki o kartofa baxanda bir anlıq dayanıb onun içindəki o inanılmaz mühəndisliyi düşünün. Vaxt ayırdığınız üçün çox sağ olun.